Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2 ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusufova cinayət işi açılıb. Xəbər verilir ki, məlumata görə Gömrük Bakım Leytenantı vəzifə cinayətlərində ittiham olunur. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş dairəsində araşdırma aparılıb. Kamran Yusufov barəsində Cinayət Məcəlləsinin 309-cu vəzifə saxtakarlığı və başqa maddələr cinayət işi başlanılıb. İstintaqın gedişində əks idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formadan və nə qədər ziyan dəydiyi dəqiqləşdiriləcək. Qeyd edək ki, Kamran Yusufov cəmi il yarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük postunun rəisi işləyib.